Əgər qısa olaraq desək, həyat bizi daha diqqətli və daha məsuliyyətli olmağa öyrədir. Hər gün öz halıma qarşı və yaşadığım bir hadisələrə qarşı və ağrı, xəstəliklər və yaxud da digər başqa bir narahatlıqlar sanki bir indikatorlardır, hansılar özlərinə diqqətimizi cəlb edirlər, bizdən diqqət tələb edirlər və göstərirlər ki, nə isə düzgün getmir. Çox təəssüf ki, insanların əksəriyyəti bunu görmək istəmirlər və simptomlarla mübarizə yolunu seçirlər. Yəni, sadəcə müalicə eləyim, nə isə belə keçsin, getsin və salam. Lakin bu elə ömür boyu həmən o simptomlarla mübarizə aparmağa çevrilir. Aydan aya və yaxud da 3 aydan bir, 6 aydan bir həmən simptomlar təkrarlanır və yaxud da ona oxşar simptomlar, hansının kökü birdir. Və bu proses bitmir ki, bitmir. Amma kökünlə işləmək həmən o narahatlığı tamamilə götürmək deməkdir. Və bu səndən diqqət və məsuliyyət tələb edir. Məsuliyyət. Çünki bu mənim başıma gəlibsə, demək məndən nə isə tələb olunur. Aha, bu zaman sən başa düşürsən ki, xəstəlikdən və yaxud da hansısa bir narahatlıqdan sadəcə müalicə yolu yox, profilaktika yolu tələb olunur. Çünki mənə bir bədən verilibdir bu maddi bir həyatda və o özünə qarşı maddi bir baxım tələb edir. Bu tərəfini araşdıranda artıq başa düşürsən ki, səndən düzgün yuxu rejimi tələb olunur, səndən düzgün qida rejimi tələb olunur, səndən düzgün fiziki aktivlik tələb olunur. Bu yəni baxımdır. Sənə verilibdir, sən buna baxmalısan. Bu birinci səviyyədir. Ən birinci nədən ümumiyyətlə başlamaq gərəkir. Yəni disiplinli şəkildə təbii ki. Disiplinli şəkildə. Bunu bir dəfə elədim, yox, bu hər gün. Bu hər gün davam edən bir prosesdir. Çoxlarının, əksəriyyətin məsələn sabahı necə başlayır? Sabahı gözü yumulu yolda ayrılırlar, işə gedirlər, qaçırlar, tələsirlər. Nəyinsə dalına düşürlər, hardasa başqa bir gələcəkdə bir hardasa yaşayırlar. Bu günləri nə baş verir? Fərqi yoxdur. Nəysə narahatlıq var, heç diqqət də yetirmirlər ki, nə baş veribdir. Bu diqqətsizlik və bu məsuliyyətsizliyin nəticəsində də insanlarda xəstəliklər, narahatlıqlar, problemlər artır. Çünki bu günə fokus yoxdur. Ağrı gəlir ki, bəlkə səni ayılda. Ağrı yəni mütləqdir. Xəstəlik və bu anormal bir proses deyil. İnsanların əksəriyyəti buna anormal bir nəticə kimi yanaşırlar. Sanki durduq yerdə heç nədən təsadüfən bu baş verdi. Mənim həyatımda, yəni mənə nəyisə öyrətmir, mənə nəyisə göstərmək istəmir, yox. Sadəcə durduq yerdə indi parasetamol atacam, keçib gedəcəkdir. Yaxud da teraflu, sağ olsun, ifso. Amma bu belə işləmir. Yəni insan istəsə də bunu, istəməsə də var bir sistem. Yəni necə ki bir dənə bir şirə çəkənin bir instruksiyası var. Yəni insan onu oxumaya da bilər, insana o maraqlı olmaya da bilər. İnsan necə gəldi o şirə çəkəndən istifadə edə bilər, öz işidir. Amma hətta onun belə bir işləmə qaydası var, işləmə instruksiyası var. Və eynən də bizim bədənimizin və yaxud da ümumiyyətlə həyatımızın bu boyda bir dünyanı yaradan bir instruksiya da göndərir. Ki, yəni həqiqətən də salamat olmaq istəyirsənsə, bax buyur, oxu, öyrən, tətbiq elə ən əsası. Sadəcə oxuyum ki, başqalarına məsləhət verim, yox. Tətbiq elə öz həyatında. Və ona görə deyirəm ki, bu həyat bizdən qısa olaraq desək, diqqət və məsuliyyət tələb edir. Daha diqqətli və daha məsuliyyətli olmağa, bu isə disiplindir, bu isə baxımdır mənim əlimdə olan hər bir şeyə, mənə verilən hər bir şeyə və buradan da inkişaf doğur. Əgər düzgün şəkildə hər şey gedirsə, inkişafa doğru gedir. Yox, əgər
yanlış gedirsə deqradasiyaya gedir. Xəstəliklər artır, bir problemin üstünə o biri problem gəlir, borcun üstünə borc gəlir, kasıbçılıq və s. və ilaxır. Həyatının bütün sahələrində başlayır minuslar getməyə. Minus. Mental borclar birbaşa sənin hal-hazırdakı maddi borclarına təsir göstərir. Xəstə düşüncə birbaşa sənin bədəninə göstərir ki, yəni xəstə bədən göstərir. Məsəl üçün, sağlam olmayan münasibətlər, çirkin münasibətlər birbaşa eynən sənin dərhal elə sağlamlığına təsir göstərir. Məsələn, necə rəqəmləri bilmədən üstəgəlməni öyrənmək olar və yaxud da vurma cədvəlini, necə hərfləri əlifbanı keçmədən, yəni də sözləri qurmaq olar, sözləri bilmək olar. Eynən də bax belə bir şeydir. Həyatda da belədir. Yəni ilk öncə bir kiçik bir şeylərdən başlamaq lazımdır hələ. Yəni bax bu bədən. Hələ bir bu bədəndən. Mən bunu həqiqətən də səhərlər duranda bir qulluq eləyirəmmi, bir baxırammı, qidama, rejimimə fikir verirəmmi, yuxu rejimimə fikir verirəmmi? Heç olmasa yəni bir nədənsə başlamaq da disiplin. Bax bu. Ondan sonra yavaş-yavaş daha böyük bir şeylərə səndən məsuliyyət tələb olunur. Yəni bu belədir. Bu ancaq belədir. Daha məsuliyyətli və daha diqqətli olmaq üçündür hər bir şey. Və bunun hamısının sistemli şəkildə təbii ki tətbiq etmək yolları var. Hansılarını mən öz kurslarımda, leksiyalarımda, dərslərimdə, konsultasiyalarımda, yəni öyrədirəm, keçirdirəm bunları. Əgər maraqlıdırsa, daha etaplı, daha doğru şəkildə, köməkli şəkildə bunların üzərində işləmək istəyirsinizsə, müraciət edə bilərsiniz. Böyük məmnuniyyətlə sizə məlumat bu barədə göndərərəm və yazın mənə şəxsi mesajlarda və ondan sonra qərar verərsiniz. Əgər sizin üçün uyğun olarsa, buyurun, çalışarıq. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm bu video doğru zamanda doğru ünvanlara çatacaq. Hər bir halda o niyyətlə çəkilibdir. Özünüzə yaxşı baxın əziz insanlar. Salamat qalasınız.